Xalq acından ölür cənab prezident. And olsun Allaha, xalq acından ölür. Bezmişik, ölüm həddinə gəlib çatmışıq. And olsun Allaha ki 2026 girəndən bəri tanıdığım 80 dənə qazinin əlilliyini kəsiblər. Nədir səbəb? Səbəb də bilinmir. Mehriban xanım, hər dəfə deyirsiniz ki, qazilər mənim qardaşımdır. Sizdən xahiş edirəm, bu Sosial Müdafiə Nazirliyinin barəsində bir tədbir görəsiniz. Bir şey ki, mən 2 aydır ki, pensiya almıram. 2 aydır ki, mənim cibimdə bir qəpik pul yoxdur. Qaziləri bezdirirlər, qaziləri vətənə olan məhəbbətin ürəyindən sirdirirlər. Hamısını deyilən sizin məmurlarınızdır, cənab prezident. Sizə də müraciət edirsiniz, eləyən kimi naxadır həbs edirlər. Mənim özüm dəfələrcə həbs ediblər. Qazilərə baxan yoxdur, iş verən yoxdur, dərman verən yoxdur. Hara gedirsən rüşvət xoruq baş alıb gedir. Qazilər hər gün bir dənə qazi intihar edir.